Türkmənistan prezidentinə məlumat verildi ki, işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlər talan edilərək Ermənistana aparılıb və metal qırıntısı kimi əridilməyə cəhd göstərilib. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu heykəllər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.